Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar, gözəl insanlar. Kim mənim kimi bu cür saxsı qabları yeməklərinin təbii olmağına diqqət edirsə, keyfiyyətli məhsullardan istifadə etmək istəyirsə, diqqəti məndə olsun. Bax, sizə göstərdiyim bu Ukrayna saxsı qabıdır. Deməli, mən keçən il sədərəkdən getdim, özümə saxsı qab aldım. Biri gətirdim, elə bir neçə dəfə istifadədən sonra çatladı. Elə qazan üçün üstündə yemək bişirdiyim vaxtda çatladı. Biri də ki, nə qədər nehrə yağında bişirsəm də, nə etsəm də yeməklər çox dadsız olurdu. Ona görə fikirləşdim ki, dostlar, bax, gedim məlumat aldım, araşdırdım ki, Ukrayna saxsı qabları daha keyfiyyətlidir. Həm keyfiyyətlidir, həm də yeməkləri dadlı bişirir. Deməli, nə cür? Bunlar Ukrayna gilindən, torpaqla, südlə qarışdırılıb hazırlanır. Ukrayna gili elastik olduğuna görə, ona görə də qazanları möhkəm olur. Bu birinci, bu məlumat məni sevindirdi. Daha sonra, necə ki, digər saxsı qablarının ilkin istifadə qaydası olduğu kimi, Ukrayna gilindən də hazırlanmış saxsı qablardan bu cür istifadə etmək lazımdır. Deməli, bax, ilk dəfə siz də alanda diqqətli olun. Mütləq birinci istifadə qaydası önəmlidir. Bax, öncə mən, deməli, bu qabdan ilkin istifadə etmək üçün bura yarı süd, yarı su qarışığı dolduracağım. Ya qazın üzərində, ya da sobada. Nə cür istəsəniz siz də edə bilərsiniz. Sobada, amma qaynar qazın üstünə, alovun üstünə qoymaq olmaz. Qaynar, məsələn, mütləq həmişə bişirdiyiniz qazın üzərinə birinci belə bir dəmir qoyacaqsınız, qalın dəmir, sonra üzərinə saxsı qabı qoyacaqsınız. Heç vaxt bax, bu dəmir qaynar olmamalıdır. Qaynar ocağın üstünə qoymayacaqsınız. Yaxşımı? Bunu da mən sizə deməkdə özüm üçün təkrarlamış oluram. Bir də əsas nəyə diqqət etmək lazım? Məsələn, yemək bişirdik, qazan qaynardır. Onu soyuq suyun altına qoymaq olmaz. Bax, bu qızıl qaydalara diqqət edəriksə, inşallah ki, həm qazanınız, bilirsiniz, bu saxsı qab belədir. Bunu da yemək bişirdikcə daha da dadlanır. Məsələn, mənim bir dənə digər, onu göstərim sizə. Digər bir qazanım var. Bax, bunu sırf yarpaq dolması üçün pişirirəm. Bu qazanda heç bir başqa yemək pişirmirəm. Yalnız yarpaq dolması pişirirəm. Ona görə də o necə deyirlər, nehrə yağı, yarpağın dadı, o yarpağın ki özünün xüsusi dadı var. O çöküb bu qazanın canına. Ona görə mən bunda heç bir başqa yemək pişirmirəm. Ki yeməyin dadı bölünməsin. Bu şeyə diqqət edirəm. Amma bu indi aldığım bu saxsı qabda baxdım ki, bu saxsı qabın araşdırmasını etdim ki, hansı yeməklər bunda daha yaxşı alınar. Deməli, ət bişirə bilərsiniz, toyuq bişirə bilərsiniz, tərəvəz bişirə bilərsiniz, göbələk bişirə bilərsiniz, kartofla ət bişirə bilərsiniz. Nə cür? Buna az su tökürsünüz və bu buxarda bişdiyinə görə bütün ət, necə deyək, pilə kimi olur, yumuşaq olur da. O buğda bişirdiyinə görə və az suda bişirir. Özəlliyi budur. Bir də, məsələn, mən baxdım ki, düşündüm ki, bu qabda plov dəmləmək olar. Düşünürdüm ki, dəmləmək olmaz, amma sən demə, bu qabda da plov dəmləmək olur. Niyə? Çünki deyir, bu təndirvari olduğuna görə, içi təndirvari olduğuna görə, o düyülərin dadı, ləzzəti, necə deyirlər, o qabın özəlliyi var ki, o plovu dadlı bişirəcək, dadlı hazırlayacaq. Bax, yəni, hər şey bişirmək olar belə baxanda. Kartof, ətlə, hər şey, yəni bişirə bilərsiniz. Nisbətən, məsələn, indi ailənin sayına uyğundur da, böyük, kiçik, biraz da böyük ala bilərsiniz. Təxminən bu yəqin ki, 1 litrdən çox tutur. İndi gəlin, mən göstərəcəm, sizdən bərabər edək, siz də baxın. İnşallah ki, effekt olar. Deməli, mən bunu ümumiyyətlə bir şey deyim. Hər vaxtı nə alırıqsa, mütləq diqqət etməli, onu keyfiyyətli yerdən almalıyıq. Əlbəttə, Ukrayna saxsı qabları adında, Azərbaycanda da, digər yerlərdə də orijinalı və saxtası mütləq var. Mən də axtardım, aradım. Bu TikTokda da var səhifələr. İndi kim istəsə onun üçün taq eləyəcəm. Instagramda da. Çilçıraq.az. Bax, belə bir səhifədir. Bax, oradan almışam. İnşallah ki, başlayaq əməliyyata, siz də baxın. Deməli, dəmiri qoyuram qazın üzərinə, qazanı qoyuram içinə və bura yarı süd, yarı su tökəcəm. Və südü qoymuşdum, buzu açılsın qazanda. İsti suda. Bunu soyuq su edin. Bir dəqiq. Deməli, deyirsən, qazanın elə bilirdim 1 litr tutur, amma 1 litrdən çox tutur. Təxminən bunu 80% qazanı doldurdum suyla və yarı su, yarı südlə. Deməli, bu niyə belə olur? Çünki bu qazanın içindəki boşluqlar dolmaq üçün. Bir də bura yarım çay qaşığı zeytun yağı, bir də bu Himalay duzu haqqında danışacağım sizə. Bu çox keyfiyyətli duzdur. Özünüz bilirsiniz də dostlar, bugün Azərbaycanda həm keyfiyyətli duzlar, həm keyfiyyətsiz duzlar, həmçinin Himalay duzunun da keyfiyyətliliyi və keyfiyyətsizliyi var. Məhz bu Himalay dağından gəldiyinə görə bunu nəhayət axtardım, aradım, tapdım. Bunu da elə o mağazadan almışam. Çilçıraq.az səhifəsində həmin o mağazadan almışam. Təxminən yarım çay qaşığı duz da tökdüm içinə.
və ağzını örtürəm. İstəsəm qarışdıraq həm də. Görürsünüz. Aşağı xodda, öncə aşağı xodda qoyacağım. Bir 15 dəqiqə aşağı xodda qoyacağım. Ondan sonra biraz normal oda qoyacağım, qaldıracağım. Bax belə. Belə van odda 10 dəqiqə saxlayacaqsınız. 10 dəqiqədən sonra odun biraz qaldıra bilərsiniz. Alovu biraz qaldıra bilərsiniz. Yəni orta dövrə. Bir 30 dəqiqə, 40 dəqiqə, maksimum 50 dəqiqə. Amma əgər sobada istəsəniz, indi sizi sobada bişirməyi göstərirəm. Məsələn, burada belə saxlayacaqsınız. Bir 30, 40, maksimum 50 dəqiqə. Amma sobada bişirmək istəsəniz, saxsı qabınızı onu da sizə göstərirəm. Deməli, sobanı yandırırıq. Əvvəlcə 100 Selsiyə qoyacağam. 10 dəqiqə 100 Selsidə. 10 dəqiqədən sonra 150-170 Selsidə. 170 dərəcədə. İşığı yandırdım. Deməli, yandırıram, 100-də qoyuram. Bax belə, içi dolu südlə bərabər qoyacaqsınız. Belə. 10 dəqiqə 100 Selsidə südlə qalacaq sobada həmin qab. 10 dəqiqədən sonra 150, 170 dərəcəyə qaldıracağam. Tamam mı? Bax burada da 30-40 dəqiqə, maksimum 50 dəqiqə qaldıqdan sonra artıq sizin saxsı qabınız hazırdır və xüsusən də diqqət etməlisiniz. Yenə də bişirdikdə qaynar ocağın üstünə qoymayacaqsınız. Məsələn, harasa piknikə gedəndə özünüzlə aparsınız, külün içində, küldə bişirə bilərsiniz. Amma yenə də orada diqqət edəcəksiniz. Mütləq altında qalın bir dəmir olmalıdır və bir də yeməyi bişirdikdən sonra mütləq diqqət edin ki, soyuq suyun altına qoymayasınız. Qazanınız soyudu, ondan sonra mən məsələn saxsı qabı niyə belə xüsusi diqqətlə davamlı yeməyi bişirməyi istəyirəm? Çünki hər dəfə yemək bişirici dad qazana yapışır dad, belə deyim də, qazana qarışır yeməyin dadı. Ona görə gələn dəfə də yeməkləri bişirdikcə daha da yeməkləriniz dadlı olacaq. İnşallah səhifəndə kim istəsə səhifəni də taq eləyəcəm, baxarsınız. Çilçıraq.az Instagram səhifəsi də var, TikTok səhifəsi də var, hələ bəlkə bilmirəm YouTube kanalı da var mı, Facebook səhifəsi də var mı, onları bilmirəm. Amma bildiyim səhifəni, TikTok səhifəni əsasında sizin üçün taq eləyəcəm. Sağ olun, salamat qalın. Gözləyin, mən o Himalay duzu haqqında da sizə məlumat verəcəm. Çox keyfiyyətli duzdur. Təsəvvürünüzə gətirin, belə anons verim də sizə, təsəvvürünüzə gətirin, mağazada satılan pink duzların üstünə yazılıb ki 16% mineral var. Amma bu duzların tərkibində təbii dağdan gəldiyinə görə 84 element var ki, insan orqanizmasına faydalı olan, orqanizmdə yodu artıran. Kim zob xəstəsidirsə mütləq diqqətli olsun, mənim digər videoma baxar. Bu qədər. Sağ olun, salamat qalın. Videonu bölüşüb paylaşmağı unutmayın. Hələlik.